Elşad bəy, keçək faiz məsələsi. Məsələn, bizim dinimizdə keçən faiz təbii ki, çox dilimizdə işlənir, günahdır, faiz almaq, faiz etmək günahdır. Amma çox təəssüf ki, bugünkü gün görürsünüz ki, bizim banklar nə qədər faiz alırlar. Tək bizim deyil, bütün dünyada bu belə gedir. Yəni, bu sadəcə olaraq o faizin günah məsələsi şəxsi, fərdi insanlara mı aid olunubdur? Bəs elədirsə, nəyə görə bu banklar bu qədər faiz alır? Onlara halaldırmı, haramdırmı? Bu tamaşaçıları çox maraqlandıran bir sual olduğu üçün bunu sizə yönəldirəm. Bu elə bir məsələni qeyd edeyim. Təsəvvür eləyin ki, bank sistemi iqtisadiyyatın əsas sütunlarından biridir. Yəni, təəssüflər olsun ki, bugün bəzilərdə çıxıb bank sistemindəki olan bu kredit məsələsindən görə, riba məsələsindən görə, həmin o sələm məsələsindən görə orada işləməyin belə haram olduğunu iddia eləyənlər ortaya çıxdığını şahid oluruq. Amma o demək deyil ki, bank ancaq kredit məsələsidir. Məsələn, bankların bu günləri iqtisadiyyatda, İslam iqtisadiyyatı deyə bəzən istifadə olunur. İstifadə olunan 3 termin var. Müdaribə var, müharibə var, müşarəkə var. Məsələn, deyək ki, leasing forması. Bunu da bank formasında eləmək olar. Deyək ki, hər hansı bir heykəli alacamsa, misal üçün bunu almaqdan ötəri 100 manatdırsa, mən banka müraciət edirəm. Bank bundan 100-dən alır, 90 manat alır, 100 manata mənə satır və bunun müəyyən bir müddətlərdə ödəmə şərti ilə bu onun leasing formasıdır və o aldığı zaman, ödədiyi zaman yenə də mən 100 manat almış oluram, amma vaxtını ödəyirəm. Bank orada topdan aldığına görə, ucuz aldığına görə yenə qazanır. İkinci tərəfi deyək ki, mənim bir sərmayəm var və yaxud da bir biznes planım var, sərmayəm yoxdur. Banka təklif eləyirəm, bankda həmin o adamlar, mühəndislər və s. varsa onlarla birlikdə işləyirlər. Baxırlar ki, bunun məhsuldarlığı, verimliliyi çoxdur, gəlir gətirə biləcək bir sahədir və bank orada mənlə ortaqlıq olaraq ora iştirak edə bilir. Məsələn, deyə bilər ki, 50%-in 49%-ə və yaxud da 51-in 49%-ə və yaxud da tam əksinə mən səndən şərik oluram. Beyin səndən, layihə səndən, sərmayə məndən. Ondan sonra bank müəyyən bir müddət bunu işlədəndən sonra oradan öz faizini, bu rentabelli olur, bir yerə gəlir çıxır. Bank deyir ki, mən pul istəmirəm hardasa yatsın, oradan öz xeyrimi götürüb artıq yeni layihələrə də pul ayırmaq istəyirəm və ona görə buradan onu götürüb çıxarda bilir. Çıxartdığı zaman onu birinci öz şərikinə təklif edir ki, bu qiymətə satmağı, sonra şərik razı olmadığı təqdirdə başqa birinə istədiyi qiymətə sata bilir. Bundan başqa bir də var üçüncü tərəf. Bəli, sizin dediyimiz və bugün bizim bildiyimiz kredit məsələsi. Bu, heç kim buna halal deyə bilməz. Çünki birincisi, Allah Quranda Allaha və elçisinə savaş açmaq kimi böyük bir məqamı qeyd edir. Yəni, Allaha və elçisinə savaş açmaq deməkdir ki, yəni Allaha savaş açmaq heç bir zaman qalib ola bilməz. Bu, iqtisadiyyatın ən böyük problemlərindən əslində biridir. Çünki eyni şeyi, məsələn, baxın, Birinci Dünya müharibəsində uduzan, İkinci Dünya müharibəsində uduzan Almaniya tamamilə fərqli bir bank strategiyası tətbiq elədi. Kəndlərdə, həmin onlarla bir yerdə əkinçilik və digər məsələlərin qalxınması ilə və bu günlərim həqiqətən iqtisadi baxımdan Almaniya, deyək ki, Avropanın lokomotifinə çevrildi. Yəni, biz bunları öyrənməliyik. Hətta onu ilk dəfə İslam bankçılığı istifadəsini, anlamını gətirən Misirdəki bir alim bunu Almaniyada mövcud olan bank sistemini götürərək, mənimsəyərək, uyğunlaşdıraraq tətbiq eləməyə çalışmışdı. Və buradakı digər bir məsələ də nədən ibarətdir? Deyək ki, bəzən insanlar məcbur qaldığı zaman borc almağa tapa bilmir pul. Gedib kim nəsə ala bilmir, kim nəsə maliyyələşə bilmir və yaxud da çox təcil lazım olur. Bu günlərin məcburən bank sektorundan buna ehtiyac olduğuna gedib girirlər. Yoxsa olmadığı zaman insanların bir-birinə borc verməsi və bunun məsuliyyətini anlaması daha gözəl olardı. Və ona görə Quran-ı Kərimdə qardu həsən deyirlər, ən gözəl şəkildə borc deyə bəhs olunur. Yəni, insanlar bu borc vermə anlayışını düzgün şəkildə istifadə eləsəydilər, bu hovuz sistemi qursaydılar, belə bir faizə ehtiyac olmazdı. Faiz harada olur? Borc anlayışında formalaşır. Deyək ki, bir adama siz 1000 manat verirsiniz, əvəzində ondan 1001 manat da istəsəniz, həmin o 1 manat faizdir. Bu harama gətirir, çıxarır. Ona görə biz belə bir şeylərdən qaçmalıyıq. Bankların da belə bir anlayışı var. Məsələn, bəzi banklar, siz deyək ki, oraya 100 min pul qoyursunuzsa, o 100 minin əvəzində qat bə qat rəqəm şəklində göstərərək 1 milyon şəklində insanlara həmin o rəqəmlərdən verir, ortalıqda olmayan pul vahidini bölüşdürür. Ona görə də bu iqtisadiyyatda müəyyən dövrlərdə ciddi problemlərə gətirib çıxaran bir anlayışa çevrilir. Ona görə fikir verin, Yaponiyanın özündə olsun,
bəzən bank faizi ilə bağlı 0.1, sıfırın altında bəzi rəqəmlərin olduğunu görürük. Bu depozit hesabı başqadır, cari hesab başqadır, bunlar tamam başqadır. Ona görə bu mövzularda danışdığımız zaman daha geniş danışa bilərik, amma qeyd eləyək ki, bu günlərim kredit məsələsi biz ayağımızı yorğanımıza görə uzatmalıyıq, oradan aldığımız pul bilməliyik ki, bizim deyil, bu bizim həqiqətən ciddi problemlərə gətirib çıxaracaq. Bundan çəkinməliyik və biz özümüzə uyğun olaraq, nəyimiz varsa ona uyğun olaraq hərəkət eləməyimiz daha doğrudur. Doğrudur. Elşad bəy, suallarımız o qədər çoxdur ki, çünki bilirsiniz ki, bizim xalqımız belə çox düşünən bir xalqdır açıqcası, amma bir dənə mənfi cəhəti var ki, oxumadan hər zaman mühakimə edirlər. Siz bugün düşünürsünüzmü ki, Azərbaycan xalqı ümumiyyətlə müsəlman dövlətlərində, Türkiyədə də məncə belədir. Çox insan Quranı oxumadan kör-küranə inanc, yəni Qurana deyək ki, inanır, amma başqaları neysə bir sual verəndə görürsünüz ki, ona heç bir cavab verə bilmirlər. Yəni mütaliə bizdə çox aşağı səviyyədədir Quranın. Razısınızmı o fikirlə? Tək bizdə deyil, bütün dünyada belədir. Məsələn, mən sizə bir şey deyim, mənim bu diplom işim o vaxt ilahiyyatı bitirəndə Krişnaçılıqla əlaqəli idi. Və mən müdafiə eləyəndə baxdım ki, müdafiədə olan müəllimlərimizin heç biri bu sahəni bilmirlər. Həqiqətən bilmirlər. Və elə olmuşdu ki, bir-iki dəfə həmin vaxtlarda qadağa yox idi deyə onlar əllərində kitablar tuturdular. Bhagavad Gita olsun, Həzrət Chaitanya olsun, Swami Prabhupadanın verdiyi şərhlər formatında İsveçrədə çap olunan həmin kitabları çox cüzi bir rəqəmlərlə satırdılar. Bəzən onlarla söhbət eləymək istəyirdim və görürdüm ki, həmin adama sual verəndə bilmirdi. Deyirdim ki, sənin əlində tutduğun kitabda var, səhifəsinə qədər göstərəndə özü də belə gülümsəməklə məsələdən yayınmağa çalışırdı. Yəni, onlar da oxumayıb. İndi gələrəm digər bir məsələyə. Məsələn, xristiyan dünyası oxuyubmu? Xeyr, oxumayıb. Müasir dövrdə belə xristiyanlarla bağlı söhbət eləsəniz, adicə İncilləri oxumadıqlarına şahid olacaqsınız. Çünki həqiqətən xəbərləri yoxdur. Yahudiliklə bağlı deyim. Bizim bir qohumun toyundaydıq, nişanında. Orada İsraildən gələn yahudilər və s. də var idi. Bizim söhbət əsnasında mən onlara Tövratdan, yəni bugün əllərində mövcud olan Tanahdan bəzi misallar gətirəndə onlar bəzən etiraz edirdilər. Açıb göstərdim, yəni internet dövründə əlimizdə var. Axırda onlar dedi ki, bizim rabbinlər səninlə bu haqda danışa bilərlər, biz bilmirik. Gördüm, bəli, bunlar da oxumayıbdılar. İndi gəlirəm digər bir məsələyə. Quranın deyək ki, həmin o rəvayətlərə görə insanlar deyirlər ki, ilk əmri oxu əmridir. İqra bismi rabbikəl-ləzi xaləq. Oxu, yaradan Rəbbinin adı ilə. Amma Birləşmiş Millətlər Təşkilatının mövcud statistikalarına görə baxırıq ki, dünyada oxumağı və yazmağı bacaranların azlığı müsəlman ölkələrin payına düşür. Deməli ki, bu müsəlman ölkələri həmin o Quranın özündən də xəbərsizdirlər və Qurana riayət eləmirlər ki, bu gün onlar oxumurlar, yazmırlar. Və bunu da təbliğ eləyən insanlar təəssüflər olsun ki, sonuncu peyğəmbərimiz olan Məhəmməd peyğəmbərin də savadsız olduğunu, ümmi olduğunu, ümmiliyin də oxumağı və yazmağı bacarmayan bir şəxs kimi təqdim edirlər. Mən də soruşuram ki, əgər Quran 23 il ərzində gəldisə, 23 il ərzində başqalarına Quranı öyrədən bir peyğəmbərdirsə və bu 23 il ərzində özü bu hərfləri öyrənmədisə, oxumağı bilmədisə, o zaman peyğəmbər özü Allahın əmrinə zidd hərəkət eləyib. Sizin bu cürə tərcümə verməniz nə qədər doğrudur? Bunu da bir möcüzə kimi təqdim edirlər ki, yəni güya Allah bunu oxutmadan, peyğəmbər oxumağı və yazmağı bilmədən belə bir kitab insanlara gətirdi. Bu da absurddur. Çünki peyğəmbər həmin dövrdə Xədicə anamızdan bir yerdə beynəlxalq idxalatla, ixracatla məşğul olan bir insan idi. Rəqəmləri də gözəl bilirdi, sayı hesabını da bilirdi. Bilməsəydi o biznesi idarə etmək mümkün idimi? Təbii ki, xeyr. Ona görə də bütün, məsələn, başqa bir misal da sizə verim, bundan bu sualı yekunlaşdıracağım. Bilirsiniz ki, bugün protestanlığın ortaya çıxmağı Martin Luther'in adı ilə bağlıdır. Martin Luther katolisizmə niyə etiraz edirdi? Etiraz edirdi ki, sizin din xadimləriniz özləri öz kitablarını oxumurlar, Latın dilində heç onu bilmirlər, mənalarından xəbərləri yoxdur. Ona görə də onlar sadəcə olaraq din adı altından keçinirlər. Martin Luther özü bir ilahiyyat professoru idi. Bu adam axırda Alman prenslərinin, şahzadələrinin dəstəyi ilə 95 maddəlik bir
düşüncələrini yazır, qalanın üzərindən asır. Katolisizm həmin vaxt onu papalıq dəvət edir. O, ondan əvvəl olanları bildiklərindən getmir. Çünki afroz eləyirlər, kafir adlandırırlar. Kafir adlandırılma artıq afroz edilmə, həm dindən çıxarılma, həm də öldürülməsinə səbəb olacaqdır. Ona görə də onu almanlar, alman prensləri qoruyurlar və ondan sonra protestanlıq denilən həmin o məzhəb, qrup ortaya çıxır və ondan sonra Martin Luther bütün o Bible dediğimiz Bibliyanı, hem Evangeliyanı, hem de Tanahı orada mövcud olanları Alman diline tərcümə edir ilk dəfə. Bəli, doğrudur. Təriqətlərdən danışmışkən söhbəti ora gətirmək istəyirdim. Son zamanlar bilirsiniz ki, Azərbaycanda da bir çox təriqətlər yarandı. Çox təəssüf ki, İslam dini içindən çox parçalanır, yəni çox təriqətlərə bölünür. Və bu təriqətlər bir-birləri ilə demək olar ki, düşməndilər. Biz bunu sosial şəbəkələrdə də görürük, təəssüf ki, normal həyatımızda da görürük. Bu təriqətlərin yaranması ümumiyyətlə nə qədər təhlükəlidir İslam dini üçün? Çünki bunun divarlarında çatlar yaranır, belə deyək. Nə qədər təhlükəlidir? Birinci bunun... Və hansı daha çox təhlükəlidir? Şiəlik var, sünnilik var, sonra bu yeni yaranan sonradan bilirsiniz... Sələfilik var, bəli, Vəhhabilik var. Bunların hansı daha çox təhlükəlidir və İslam dinindən daha çox uzaqdır? Məzhəbin hamısı təhlükəlidir. Çünki birinci təriqətləri ayıraq ki, təriqətlər əsasən bu sufizmlə, təsəvvüflə əlaqəlidir. Bunlar başqadır. Məsələn, təriqətlərdən var Nəqşibəndi təriqəti, Xəlvətiyyə təriqəti. Bunlar tamam sonraki dövrlərdə ortaya çıxır. Amma üzr istəyirəm, əvvəlcədən olub təriqətlər, doğrudurmu? Xeyr. Bu ilk təriqətlər hardasa Peyğəmbərin vəfatından əsrlərlə sonra ortaya çıxır. Çünki Peyğəmbərin dövründə hansı təriqət və yaxud da hansı məzhəb ola bilərdi? Məzhəblər də iki cür oldu. Biri əməli məzhəblər deyə ortaya çıxdı, bir də əqidə məzhəbləri, etiqadi məzhəblər. Əməli məzhəblər də məsələn ayrılır. Deyək ki, şiəlikdə Cəfəriyyə məzhəbidir və yaxud da İsnəşəriyyə deyirlər və yaxud da İmamiyyə deyirlər. Amma və yaxud da şiə olaraq bildiyimiz məzhəbdir. Məsələn, sünni məzhəbində də 4 deyək ki, bilinən bu günlərim həmin o əməli məzhəblər ortaya çıxdılar. Hənəflik deyirlər ona, Həmbəllik deyirlər, Şafiilik deyirlər. Bir də Maliki məzhəbi. Bir də bundan başqa etiqadi məzhəb var. Etiqadi məzhəbdə bunu qəbul edirlər bu günlərə deyək ki, Əşari məzhəbi, Maturidi məzhəbi, bir də Sələflik özünü indi ora cəlb eləməyə çalışır ki, onların da elə bir etiqadi məzhəbi olaraq qeyd eləməyə çalışırlar. Amma əslində məzhəblər bölücülük fəaliyyətidir. Çünki bu Qurana baxdığımız zaman Allah bizdən Allahın ipindən tutmağımızı və la tafarraqu deyir, firqələrə bölünməməyimizi istəyir. Bizim məzhəblərə bölünməyimizin əleyhinə olduğunu bildirir. Hətta başqa bir ayədə də deyir ki, onlar hamısı öz məzhəblərinə, hizblərinə görə sevinərlər deyir. Deməli ki, həmin o dövrlərdən etibarən belə bir qruplaşmanın şahidi oluruq. Məsələn, bu təkcə İslamla əlaqəli deyil. Hinduizmin özündə də məzhəblər var, müxtəlif qruplar var. Və yaxud da deyək ki, Yahudiliyin özündə məsələn keçmişdə olmuşdu, Sadukeylərdir, Fariseylərdir, Rabbanilər orta əsrlərdə ortaya çıxmışdı. Müasir dövrdə deyək ki, Xaridilər var, Xasidilər var, sonra reformistlər və s. var. Xristianlığın özündə məsələn ümumi götürəndə 2000-dən çox məzhəb var. Onların içində bəzi təriqətlər var. Müsəlmançılıqla da bağlı, məsələn bunu biz bilirik, amma bundan başqa o qədər deyək ki, qruplaşmalar, o qədər məsələn məzhəblər var ki, birinə məsələn Həsən Bəsrinin adı ilə əlaqələndiriblər, birinə Murciə deyibdilər, birinə Mu'təzilə deyibdilər, müxtəlif elə məzhəblər çıxır. Amma bunların hamısı İslama ziddir. Çünki ilk olaraq bildiyimiz məzhəb, deyək ki, İmam Əbu Hənifənin adı ilə bağlıdır. Adam özü heç bir məzhəb, bəli, Hənəflik məzhəbi, amma adam özü heç bir zaman məzhəb çıxarmayıb. Halbuki bu işlərə etiraz elədiyinə görə adamı həbs ediblər Əməvilər dövründə. Hakimiyyət dəyişir, Abbasilər gəlir, Abbasilər dövründə də həbs edirlər və onların təklifini qəbul eləmədiyinə görə iki versiya var. Ya zəhərləndirərək öldürürlər və yaxud da qırbaçlanma nəticəsində o yaşlı bir insanı qətlə yetirirlər. Ondan sonra onun tələbələri onun adından istifadə eləyərək və iqtidarda həmin o məzhəbin bir ideologiya halına gətirilməsindən bu məzhəblərin ortaya çıxmasına səbəb oldular. Amma biz Qurana baxırıq ki, niyə təhlükədir bunlar deyirik? Məsələn, Qurana baxırıq ki, namaz qılmayanla bağlı bir hökm yoxdur. Amma məzhəblərdə var ki, namaz qılmayan hökmü öldürülməkdir. Baxırıq ki, Quran-ı Kərimdə zinə eləyənlə bağlı qadın və yaxud da kişi daşqalaq edilmək yoxdur. Amma məzhəblərə baxırıq ki, qadını torpağa bastırılıb və yaxud da kişinin torpağa bastırılıb, əllərindəki bəli, daşlarla vurub, başını partlatmaqla və s. qətlə yetirilməyini şahidi oluruq.
Ondan başqa baxırıq ki, içki içənlə bağlı Quran-ı Kərimdə bir cəza olmadığı halda içki içənlə bağlı məzhəblər yenə də öldürülmə hökmü qoyubdular. Ondan başqa baxırıq ki, dinini dəyişən və yaxud da mövcud olan dini anlayışı qəbul eləməyən, ateist deyən, özünə deist deyən insanlarla bağlı Quran-ı Kərimdə bir hökm olmadığı halda, amma baxırıq məzhəblər onların öldürülməsi ilə bağlı hökmlər çıxarırlar. Və yaxud da deyək ki, bir insan hər hansısa bir səbəbdən özünü LGBT-nin bir mənsubu hesab edirsə, məzhəblərə baxırıq ki, Quran-ı Kərimdə bir cəzalandırma mexanizmi olmadığı halda, baxırıq məzhəblərə yuxarı bir təpəyə çıxarıb oradan atmalısınız, ölməlidir, öləndən sonra da üzərinə daşlar atıb məhv eləməlisiniz. Yəni bunlar insana ancaq bilirsiniz necədir? Zalim şəklində göstərirlər. Yəni bunlar indi özlərinə çox mülayim göstərməyə çalışır, amma həmin o mülayimlərdən birini biz son 10 ildə yaşadıq. FETÖ hadisələri. Bəli, bəli. Türkiyədə təsəvvür eləyin ki, ancaq elmə həvəslənən, elmlə bağlı yarışmalar keçirən, Türkiyə türkçəsini insanlara, dünyaya yaydığını iddia edən bir qrup, bir də gördük ki, hakimiyyətə qarşı artıq həmin o güllə, çiçəklə gəldiyini iddia eləyənlər başladılar hakimiyyətə qarşı güllə baran eləməyə. İnsanları, yüzlərlə insanları qətlə getirdilər. Mən deyirəm ki, məzhəblər əllərinə düşən ilk fürsətdə bunlardan istifadə eləyəcəklər. Ona görə ayıq olmalıyıq. Bu təhlükənin fərqinə varmalıyıq. Sabahlarım indi, məsələn, Quran-ı Kərim tərcümələrinə sizin biraz əvvəl verdiyiniz suallar kimi, Yahudini və yaxud da Xristiyanı əlinə ilk düşdüyü fürsətdə, əgər dövlət Allah qorusun, sekulyar olmasa, dünyəvi dövlət olmasa, məhv eləyəcəklər, öldürəcəklər. Çünki ondan deyilsən və yaxud da Tövbə surəsində adını kafir deyib, müşrik deyib, həmin o yanlış tərcüməyə uyğun olaraq sən onun kimi düşünmürsən deyə, müşriksən deyə öldürəcəklər. Belə bir fətvalar verəcəklər. Məsələn, dünənlərin mənimlə bağlı İran yönümlü bir sosial şəbəkələrdə artıq Elşad Mirinin əcəli çatıb deyə ifadələr işlədirlər. Niyə? Sən mənimlə eyni düşünmürsən deyə. Yəni təsəvvür edin, Amerika və yaxud da qərb dünyası fərqli düşüncələrə qapı açdığına görə açır ki, müxtəliflik mənim zənginliyimdir, amma bu insanlar həmin o zənginliyi vəhşilik olaraq görüb insanları ancaq öldürmək kimi təqdim edirlər. Yəni bu İslam ola bilərmi? Allah halbuki Quranda deyir ki, bir insanı öldürmək bütün bəşəri öldürmək kimidir, bir insanı xilas eləmək bütün bəşəri xilas eləməkdir. Bəs bunların qarşısı necə alınsın Elşad bəy? Bunların qarşısı ancaq düzgün maarifləndirməklə. Yəni biz bu maarifləndirməni tək bir sferada deyil, hər bir sahədə aparmalıyıq. Düzgün şəkildə insanlara bunları çatdırmalıyıq. Övladlarımızın heç olmasa sabahların bunların ağuşuna düşməmək üçün cəhdlər eləməliyik. Və bu cəhdlərin nəticəsində ümid edirəm ki, sabahların bizim Cəlil Məmmədquluzadənin bir əsr əvvəl yazdığı ölülərini təkrar biz bu günlərin ikinci hissəsini gülməli şəkildə çəkib gülürüksə, deməli ki, bunlar hələ də davam edir. Doğrudur. Biz bundan ayılmalıyıq artıq. Bizi həqiqətən bu təhlükə zənginin çaldığına fərqində olmalıyıq. Təsəvvür edin ki, bizim dəyərli millət vəkilimiz Fazil Mustafanı, həmin o dindar özünü adlandıran insanlar, İkisi də iftardan çıxıb gəlib, evinə, ailəsinin yanına gəldiyi vaxtda güllə baran eləmədilərmi? Onu ölümünə belə bir sui-qəsdlər eləmədilərmi? Yəni ona görə bu məsələni fərqinə varmalıyıq. Başqa birilərinə də misal verə bilərik. Ancaq Meşə qardaşlarının təzəlicə tutulduğunu gördük. Bundan başqa məsələn Rafiq Tağı məsələsi cinayətinin hələ də açılmadığını bilirik. Ondan başqa o vaxtı Nərimanov rayonu Cümə məscidinə qumbaranın atıldığı namaz vaxtı görmüşdük. Bir-biri ilə bağlı hadisələrdir. Mütləq, bunlar heç biri əbəs deyil. Ona görə də bu məsələlərdə ayıq olmalıyıq, oyaq olmalıyıq və bizi dinlə aldadılmasına imkan verməməliyik. Baxın, bu günlərim ən mülayim məzhəb kimi göstərilən Hənəfilik Türkiyədəki müsəlmanların böyük əksəriyyətinin məzhəbidir. Həmin o Hənəfilik bugün eyni zamanda Əfqanistandakı Talibanın məzhəbidir. İndi baxın, Talibanın əlinə güc düşüb, qadınların təhsil almasına haram elan elədilər, qoymurlar artıq, oxuya bilmərsən. Şahmat oyununu qadağan elədilər, haram elan elədilər, oynaya bilmərsən. Qadınların evdə hansı otaqdan daha çox istifadə edirsə, orada pəncərənin yığışdırılmasına hökm verdilər, buna haram elan elədilər. Yəni, sabahların bu məzhəblərin əlinə ən xırda bir güc düşsə, bunu eləyəcəklər. Adamlar, baxın, Quran tərcüməsində necə verilir? Namaz qılmayan cəhənnəmlikdir, deyir. Yəni bu adamlar bu ayəyə belə bir tərcümə verilirsə, bunu cəhənnəmlik hesab eləyirsə, sabahlarım demək ki, əllərinə ilk düşən fürsətdə bunu fərqli şəkildə həyata keçirəcəklər. Özləri, məsələn, sabahlarım 53 yaşı da olsa, 9 yaşındakı qızı
tamamilə peyğəmbər eləyib deyə rahatlıqla alıb gələ bilərlər və yaxud da siz etiraz elədiyiniz zaman sizi kafir hesab eləyib məhv eləyə bilərlər. Bəli, çox doğrudur. Suallarımız çoxdur. Elşad bəy, sizi çox yormaq istəmirəm, amma yenə də ürəyimizdə qalan suallar var. Namazla bağlı bayaq dediniz, yenə sualdan sual da var, necə deyərlər. Namazın qılınması. Namaz əslində belə götürdüyü Allaha duadır, Allaha şükür etməkdir. Yəni bizim kimi sıravi insanlar belə düşünürlər. Bəs nəyə görə fərqli, bax dediyimiz o təriqətlər fərqli şəkildə namaz qılırlar? Bunların hansı doğrudur? Ümumiyyətlə Quranda namaz qılmaqla bağlı, yəni konkret olaraq, net olaraq bir qadə qanun varmı yazılmış? Baxın, birincisi namaz məsələsi Qurana baxdığımız zaman namaz qılın deyə əmr eləmir. Aha. Deyir əqimussələ, yəni namazı düzgün yerinə yetirin. Əqimussələ budur. Deməli ki, namaz var imiş. Qurana baxanda görürük ki, Quranın bugün mövcud olan tərcümələrinə baxanda da kafirlərin namazından bəhs edildiyini şahidi oluruq. Deməli ki, bunlar namazın nə olduğunu bilirdilər. Orucun nə olduğunu bilirdilər. Həcci yerinə yetirirdilər. Amma bunları yanlış elədiklərinə görə Allah deyir ki, əqimussələ, yəni yanlış olanı düzəldin, doğruldun, doğru şəkildə yerinə yetirin. Bu bütün bu günləri mövcud olan peyğəmbərlərin hamısı, yəni vaxtı ilə olanların hamısında namaz anlayışının olduğunu şahid oluruq. Həcc anlayışının olduğunu şahid oluruq. Amma təəssüflər olsun ki, içi boşaldılıb, fərqli məcralara çəkilib. Namaz məsələsi nədir? Namaz məsələsi bir təlimdir. Allahla bir ünsiyyət formasıdır. Bizim gündəlik olaraq Allahın qarşısında ibadət eləyərkən tənha olmadığımızın göstəricisidir. Bizim fiziki olaraq, psixoloji olaraq, bizim eyni zamanda bir kurs olaraq görə bildiyimiz məsələdir. Bizim müsəlmançılığımızın da davamlılıq məsələsində, yəni mən müsəlmanam deyirəmsə, Quran oxuyuramsa, bunu da neyinirəm? Davamlı şəkildə həyata keçirməliyəm. Namaz da bu məsələdə bizə dəstək olan bir ünsürdür. Yəni namaz heç bir zaman demirəm ki, məsələn bəzilərinin iddia elədiyi kimi, peyğəmbərə istinad elədikləri kimi dinin dirəyidir. Namaz deyirəm ki, Allahla mənim aramda olan bir münasibət növüdür. Buna mən qərar verirəm. İnsanlara göstərmək üçün bunu eləmirəm. Məsələn, kimsə əl açıq qılır, əli bağlı qılır, biri əlini yuxarıda tutur, birini başqa yerdə tutur. Mən ona görə deyirəm ki, namazı istədiyin kimi qıl. Yəni bu günlərim əl açıq və yaxud da əli bağlı söhbət bunda getmir. Məzhəblər buna özləri qərar veribdilər. Əgər həqiqətən bu insanlar hədislərə görə namazı öyrənmiş olsaydılar, bu qədər fərqli olmazdı. Amma namazı qılın, amma necədir? Dərk eləyərək, ciddi olaraq qəbul eləyərək namazı qılcına. Çünki Allahın buyurduğu kimi namazı bir təlimə çevir. Quranı orada gündə hər dəfə qıldığın namazlarda 5 vaxtda Quranı oxu, orada oxuduğunu dərk elə, nə dediyini bil və bunu da həyatına sirayət elətdir. Sən namaz qılan bir insan, orada məsələn haqsız yerə kiməsə haqsızlıq eləyəcəyini, rüşvət alacağını, mümkün olmadığını biləndən sonra, bunu dərk eləyib, tərcüməsini biləndən sonra sabahlarım kiməsə gedib rüşvət almağı olursa, deməli ki, bu ya namazında problem var, ya da bu adamın özündə problem var. Namazında problem olmadığına görə deməli ki, adamın elədiyi sadəcə əyilib qalxmaqdan ibarət olan bir hadisəyə çevrilir. Bəli. Oruç tutmaq. Əgər sən orucu düzgün yerinə yetirmirsənsə, sabahlarım həmin o orucun sənin sadəcə ac qalmaq və yeməkdən, içməkdən uzaq qalmağından nəticələnəcək bir anlayış olur. Doğru. Ona görə bunu düzgün analiz elədiyimiz zaman, bəli, görürük ki, namaz hər bir zaman ilk insanlıqdan etibarən günümüzə qədər mövcud olan bir ibadət növlərindən biridir və bu Allahla mənim aramda olan bir ünsiyyət formasıdır. Bu mənim Allahla olan davamlılığımı davam elətdirən bir məsələdir və bu eyni zamanda mənim öz başıma buraxılmadığımı, tənha olmadığımı, məni hər daim bir arxamda, önümdə bir yaradanım olduğu anlayışını qəbul eləyə biləcəyim bir təzahürü bizə təqdim eləyir. Belə bir mexanizmdir. Çox gözəl, yordum sizi. Estağfurullah, xoş. Elşad bəy, İslamın 5 şərti və bu şərtlərə uyan insanlar, yəni bunu həyatında tətbiq edən insanlarmı? Əvvəlcə ondan öncə bir sualı sizə verim. Bu cənnət-cəhənnəm məsələsi, bilirsiniz, bu da çox mübahisəli bir məsələdir bizdə. Yəni bu dünyada yasaq olunan, qadağan olunan şeylər o dünyada sizə hamısı halal buyurulur. Belə bir bilirsiniz ki, insanlar arasında fikirlər var, daha doğrusu oxuyurlar. Bəs
mən daha başqa bir sual vermək istəyirdim ki, insan, yəni ümumiyyətlə İslamın o 5 şərtini yerinə yetiribmi o cənnəti qazanmalıdır, yoxsa xeyirxah əməlləri iləmi? Çünki başqa dinə sitayiş edən insanlar var ki, bilirsiniz, istər xristianlar, yəhudlər arasında çox insanlara yardım edirlər. Yəni bacardıqları qədər xeyriyyəçiliklə məşğuldurlar. Hətta Hollywoodda elə bir aktyorlar var ki, bilirsiniz, milyardlar qazanırlar, amma onu son qəpiyinə qədər xeyriyyəçiliyə xərcləyirlər onlar. Müsəlman dövlətlərində olan hətta ac insanlara xərcləyirlər o pulu. Amma çox təəssüf ki, çox zəngin müsəlman ölkələrində yaşayan insanlar da var ki, onlar qətiyyən və qətiyyən, necə deyirlər, əllərini daş altına qoymurlar və namazını, niyazını, hər şeyini, İslamın 5 şərtini yerinə yetirirlər. Bunların hansı gedəcək cəhənnəmə? İnsan ümumiyyətlə o dünyasını nə ilə qazanır? İslamın 5 şərti iləmi, yoxsa əməlləri iləmi? Baxın, burada bir çox məsələləri qeyd elədiniz, gərək onlara bir-bir aydınlıq gətirək. Deməli, belə bir həqiqətən bildiyimiz məsələ yoxdur ki, müsəlman ölkələrində olanlar ancaq özlərinə xərcləyirlər, heç kimə yardım eləmirlər. Amma genel götürəndə elə bir genel götürməni siz götürə bilmərsiniz, çünki elə bir statistika yoxdur, elə bir araşdırma yoxdur. Bu bizim sadəcə şəxsi mülahizələrimizə görə gəldiyimiz fikirlərdir. Bugünkü gün biz baxdıqda çox müsəlman dövlətlərinin vəziyyətinə baxdıqda, istər Afrika dövlətləri olsun, həqiqətən acınacaqlı vəziyyətdədirlər. Ona qalsa gəlin Cənubi Amerikanı götürək. Hamısı xristian dövlətidir. Onlar inkişaf etmiş ölkələrdirmi? Onlar daha mı yaxşı yaşayırlar? Meksikanı götürək, Kolumbiyanı götürək, Argentinanı götürək, hansınınla müqayisə edək? Və yaxud da gələk Afrika ölkələri dediniz. Afrika ölkələri hamısı müsəlmandırmı? Məsələn, Nigeriyanı özünü götürsəniz, görəcəksiniz nə qədər müsəlmandır, nə qədər xristiyan. Tanzaniyanı götürsəniz, görəcəksiniz ki, orada nə qədər müsəlman var, nə qədər xristiyan və yaxud da digərlərindən. Yəni, belə bir iddia eləmək özü doğrudur, yanaşma deyil. İndi gələk digər bir məsələyə. Məsələn, həqiqətən deyək ki, xristiyanlar və s. bir insan eləyirsə, bu fərdi bir məsələdir. Məsələn, nətərdir? Mən yardım eləyirəmsə, bu elədiyim yardımın nə üçün elədiyim birincisi düşünməliyəm. Məsələn, deyək ki, təzəlikcə belə bir fikir ortaya çıxdı ki, dünyanın ən zəngin insanlardan biri olan Bill Gates öz varidatının, məsələn, 99%-ni yoldaşı ilə bir yerdə qurduqları fonda keçirəcəklər, 1%-ni ailəsinə verəcəklər. Məsələn, o 1% də təbii ki, kiçik bir rəqəm deyil. Amma bununla yanaşı, məsələn, həmin o fond nə edəcək, nə işlə məşğul olacaq? Yaxud da bu günlərin o fondun qurulma səbəbi nə idi? Həqiqətən bəzən vergidən yayınmaq üçün belə bir şeylər eləyirlər. Yoxsa deyək ki, həqiqətən insanların qeydinə qalmaq üçün bunu eləyirlər. Yoxsa fikirləşirlər ki, sabahlarım onsuz da yaşımızın elə bir vaxtıdır ki, bu dünyadan köçəcəyi, heç olmasa adımızı tarixə yazdıraq, həkk eləyəkmi? Bunun üçün eləyirlər. Yaxud da bu dünyadan keçəndən sonra həqiqətən bəlkə cənnət cəhənnəmin olduğuna inandıqlarından görəmək eləyirlər. Bunlar ayrı-ayrı məsələlərdir. Bunları biz nəyə görə elədiklərini dəqiqləşdirib deyə bilmərik. Amma nəticə etibarilə insanlar faydalanırmı bundan? Bəli, faydalanır. O zaman məsələyə belə aspektdən baxırıq. Baxın, İslamın şərtləri olaraq təqdim olunan 5 şərt var. Nə deyirlər? Buniyəli İslamu alə xams deyə gedir. Peyğəmbərə istinad edilən sözdür. Kəlmə-i şəhadəti deyirlər. Namazdır, oruçdur, zəkatdır, həccdir. Mən deyirəm ki, baxın, namaz, oruc, kəlmə-i şəhadət bunu varlı, kasıb hamı eləyə bilir. Amma zəkatla həcci imkanı olduğun zaman eləyə bilirsən. O zaman bu anlayış səni nə edir? Sən kasıb olduğun təqdirdə digər 2 şərti eləyəmirsənsə, deməli İslamı tamamlaya bilmirsən o zaman. Budurmu demək? Təbii ki, xeyr. İslamın şərti mən deyirəm ki, baxın, Quranın əmrlərindən biri oxumaqdırsa, oxumaq İslamın şərtidir. Qurandakı əmrlərdən, buyruqlardan biri yaxınlarının əleyhinə olsa belə, ədalətdən uzaqlaşmamaqdırsa, İslamın şərti budur. Verəcəyin qərarları məşvərət nəticəsində verməlisən, hökmünü çıxarırsa, Allah buyurursa, deməli ki, İslamın hökmü budur. İşə götürdüyün zaman və yaxud da ləyaqət məsələsini, əhliyyət məsələsini əsas almalısansa, deməli ki, İslamın şərti budur. Hər kəsə yaxşılığı buyurub, əməl eləyib, mənfiliklərdən çəkindirməyə Allah buyurursa, deməli ki, İslamın şərti budur. İslamın şərtini özündən çıxarıb sadəcə Allahla insan arasında olan pasiv bir insan anlayışını İslam qəbul eləmir. Çünki namaz səndən Allah aranda, oruç səndən Allah aranda. Mən heç mən bunu göstərə bilmərəm ki, mən orucdan və yaxud da deyiləm. Yəni və yaxud da zəkat verirəm, gizli verirəm və yaxud da vermirəm. Kimsə kartına da yükləyə bilərəm, heç kimin də xəbəri olmaz. Yəni o zaman
Bu anlayışlar nədir? Niyə çıxır? Çünki o insanlara sanki bunu elə eləyibdirlər ki, pasiv müsəlman obrazı olsun. İslam passivliyi sevmir. Əgər sən iman gətirdiyini iddia eləyirsənsə, əmlü səliyyət, salih əməllərdən, yəni xeyirli işlərlə, insanların faydasına olan işlərlə sən bunu göstərməlisən, biruzə verməlisən. Cəmiyyətdə bunu hər kəs elədiyi zaman görəcəyik ki, biz cəmiyyətin inkişafına gətirib çıxarıq. İndi gələk digər bir məsələyə. Həqiqətən bir insan yaxşılıq eləyir. Allah da deyir ki, Quran-ı Kərimdə Zilzal surəsində kim ən xırda bir yaxşılıq eləyirsə, mütləq onun əvəzini görəcək. Kim ən xırda bir pislik eləyirsə, mütləq əvəzini görəcək. Yəni bu günlərim özünü müsəlman adlandıranlar, müsəlman doğulduqlarına görə bunlar hamısı cənnətlikdir. Digərləri məsələn Nepalda doğulduğuna görə və yaxud da Almaniyada doğulduğuna görə cəhənnəmlikdir kimi bir fikri heç kim iddia eləyə bilməz. Yaxud da cənnət mənim atamın malıdır, onu mən miras olaraq keçibdir. Mən özümü müsəlman adlandırdığıma görə o mənimdir. Digərlərinə orada yer yoxdur, özü də absurd bir yanaşmadır. Çünki hələ adam var, məsələn deyir, dindən çıxdım. Deyirəm, hansı dindən? Adam bilmir hansı dində olub. Deyirəm, sən atadan, anadan doğulduğunu din saydığından özünü çıxmış hesab edirsən ki, o da din deyil. Din araşdırmaqdır. Din tədqiq eləməkdir. Araşdırmadan göz yumulu şəkildə mən İsraildə doğulduğuma görə özümü Yahudi saymağım və yaxud da deyək ki, Afrikanın hər hansısa bir cəngəlliyində doğulduğuma görə özümü Dinka dininə mənsub saymağım, yaxud da Yaponiyada doğulduğuma görə özümü Şintoist saymağım və yaxud da deyək ki, Hindistanda doğulduğuma görə özümü məsələn Hinduizmin bir mənsubu saymağım doğru bir yanaşma deyil. Bu coğrafi dindarlıqdır. İslam bizdən coğrafi dindarlıq istəmir. Araşdırıb əməllərimizlə onu insanlara sirayət elətdirdiyimiz dindarlıq istəyir. Dindarlıq budur. Mən məsələn deyək ki, bu günlərim bir iş adamıyamsa, o iş adamı olaraq dövlətimə vergimi ödədiyim təqdirdə, insanlara, işçilərimə məsələn maaşının layiq olduğu şəkildə ödədiyim təqdirdə bu mənim dindarlığımdır. Allahın istədiyi məndən budur. Yoxsa dindarlıq müəyyən əmmaməni giyinib, əbanı giyinib, əlimə təsbih alıb, haradasa bütün günü Allah, Allah, Allah deməyimiz deyil. Allah bizdən bunu istəmir. Evet. Ona görə də heç kim əksini iddia eləyə bilməz ki, məsələn, hər hansısa bir yerdə doğulan bir insan cənnətə getməyəcək. Amma mən məhz Azərbaycanda doğulduğuma görə, burada müsəlman ailəsində doğulduğuma görə mən birbaşa yerim cənnət idi. Bu absurd olur. Doğrudur. Tövbə məsələsi. Tövbə nəyi? Tövbə nədir mən deyim sizə? Yəni insanlar bir çox deyək ki, səhv olan işlər görürlər, deyək ki, günah olan, özləri də günah saydığı işlər görürlər və sonra deyirlər ki, biz tövbə edəcəyik və Allah bizi bağışlayacaqdır. Yəni bu nə qədər doğrudur? İnsan ömrü boyu pis əməllər törətsin və yaxud da ki, yəni insana yaraşmayan vəhşiliklər etsin və sonra desin ki, mən tövbə etdim və bununla da hər şey silinib gedəcəkdir. Buna necə baxırsınız? Bu da Allahın ədalət anlayışına zidd olan bir yanaşmadır. Allah bizdən belə bir... Yəni tövbə məsələsi Quranda necə? Gətirirəm. Tövbə geri dönüş deməkdir. Məsələn, yolda biz getdiyimiz zaman ki, avtomobildən istifadə edəndə necə geri dönürüksə, tövbə bu mənaya gələn bir ifadədir. Nədir yəni? Tövbə elədiyin bir səhvdən həmin o səhvi aradan qaldırmaq tövbədir. Yoxsa mən səhv eləmişəm, səhvə görə Allaha dua elədim, məni bağışla demək tövbə deyil. Məsələn, deyək ki, bir adama zərər vermişəm. O zərərinin aradan qaldırılması, üstəgəl də onun kompensasiyasını, təzminatını ödədiyim təqdirdə bu mənim tövbəmdir. Yoxsa mən kiməsə bir pislik eləyim, sonra da gedim məsciddə, ey Allah məni bağışla və yaxud da bugünkülərin elədiyi kimi bir cəmaata, dövlətə yüz minlərlə, milyonlarla pul alladım, atım, vergidən yayınım, sonra da gedim bir-iki nəfər də özümlə həccə aparım, orada da bütün günün biz orada nə bilim fırlanaq, təvaf eləyək, saçımızdan biraz kəsdirək, bu da şeytan daşlayaq, olduq gül kimi. Belə bir tövbə mi olar? Belə bir anlayış mı olar? Sabahlarımsa ona görə verdiyin, elədiyin, aldığın, oğradığın hər bir şeyə cavabdehli daşıyırsan. Tövbə budur. Onu ödəmək və verdiyin həmin dövrdəki zərərin qarşılığını qaytarmaq şərti ilə o zaman tövbə olmuş olur. Yoxsa indi iddia elədiyi kimi, mən kiməsə pislik elədim, kimisə öldürdüm, kimisə yetim qoydu, tövbə elədim, bu ola bilməzək? Mümkün deyil. Mən bir şeyin fərqinə vardım bugün. Siz ümumiyyətlə dinə tamam başqa bir prizmadan baxırsınız. Yəni insanların alışdığı sadəcə olaraq bu dindir, bu kitabdır, mən bunu götürüm oxuyum yox. Sanki gözümün önünə gəlib Elşad bəy çıxıb yer kürəsindən, kosmosdan yer kürəsinə baxır. Daha geniş, yəni bütün dünyayı götürdünüz siz. Yəni din anlayışı tamamilə
dəyişir sizin açıqlamalarınızda. Bu çox gözəl bir şeydir. Çox sağ olun. Zeynəb xanım, Həqiqətən də amma maarifləndirici bir şeydir. Bu burada çox maraqlı gözəldir. bir məqamı da qeyd edeyim yeri gəlmişəm. Baxın, mən ona görə deyirəm ki, hər bir zaman Quran-Kərimdə deyir ki, namazla bağlı, digər məsələlərlə bağlı ayələri bir araya gətirsək, məsələn, oruçla bağlı baxırsınız 4-5 ayədə gəlir bu hökm. Amma Quran-Kərimdə yer üzündə gəzin, dolaşın deyə, o siru deyə başlayır ayədə, seyr eləyin, gəzin deyə ayələr var. Həmin ayələr nə deyir? Yaradılışı. Başqa bir ayədə deyir, sizdən əvvəlkilərin başına gələnləri görməyimiz, bilməyimiz üçün. Mən deyirəm ki, insanlarımızı biz həqiqətən olduqları yerlərdən başqa yerlərə göndərmək və yaxud da gedib oraları araşdırmaq üçün bunları eləməliyik. İnsan dünyanı gəzdiyi zaman, dünya insanlarını gördüyü zaman həyata baxışı dəyişir. Məsələn, burada bəzən görmüşəm ki, mənəm deyən insanların başqa ölkələrdə həm dil bilgisizliyindən, həm də həmin o cəmiyyəti tanımamağından, bəzən necə cücə kimi olduğunu şahidi olanda görürəm ki, o Quran ayəsi necə möhtəbər bir ayədir. Məsələn, insanlığı biləndə və yaxud da deyək ki, dünyanı tanıyanda və yaxud da kainatı biləndə ki, biz bu boyutda kainatda kiçicik, məsələn, Samanyolu galaktikasında bir zərrənin ortasındakı olan bir zərrə Allah sənə dəyər verib yaradıbsa və bu insanla müəyyən bir müddət bu dünyada mənim dediyim hər bir şeyi qoyub gedirsə, o zaman bu insan nə üçün gəlib? Çünki bizim dediyiniz o din anlayışı da insanlara elə bir din anlayışı təqdim edibdirlər ki, həqiqətən o Allahdan qorxudur, sevdirmir. Bəli, çox çətinləşdirir həyatını, asanlaşdırmır. Baxın, bu bir problemdir, ciddi problemdir. Çox ciddi. Ona görə də bizim din kimi bildiyimiz anlayışdan sıyrıldığımız zaman həqiqətən Allahın dinini o zaman görmüş olacaq və yaşamış olacaq. Bu gözəl olacaq inşallah. Çox təşəkkür edirəm. Çox sağ olun Zeynəb. Əslində suallarımız çoxdur. Ancaq mən elə gəlir ki, bugün sizi yetərə qədər yorduq. Ona görə də mən çox ümid eləyirəm ki, sizi növbəti verilişlərimizə yenə birinə dəvət edəcəm və ümid eləyirəm ki, siz bizi qırmayıb gələcəksiniz. Çünki bizim bugünkü gün maariflənməyə çox ehtiyacımız var. Və mən dediyi kimi, siz sanki dində belə deyək, biraz bu böyük olmasın mənim sözüm, inqilab yaratmış kimisiniz bu dəqiqə. Çünki insanların dinə baxışı ümumiyyətlə dəyişir. Və son zamanlarda bilirsiniz ki, ümumiyyətlə dünyada dinə baxış dəyişib, hətta dinsiz dünya deyilən bir deməli söhbətlər də keçir insanlar. Məsələn, bəli, siz ona necə baxırsınız? Son sualım. Dinsiz bir dünyanı Elşad bəy təsəvvür edirmi və edirsə necə edir? Ondan bağlı da qərbli bəzi mütəfəkkirlərin elə bir kitabları var ki, din həqiqətən bir təhlükədirmi özü və yaxud da dinsiz bir dünya mümkündürmü? Yaxud da başqa bir kitab var ki, İslamsız dünya necə olardı? Bunlara baxdığımız zaman, ümumiləşdirdiyimiz zaman görürük ki, din insanın yaradılışdan etibarən mövcud olan bir sistemdir. Yəni deyək ki, biz əlimizə bir telefon aldığımız zaman o telefonun içində müəyyən proqramlar olduğu kimi insan da dünyaya bir inanmaq hissi ilə gəlir. Məsələn, sizə bir şey deyim də, biz bu günlərim dünyaya gəlmişik, anamız, atamız dediyimiz insanın anamız, atamız olmasını heç bir zaman araşdırmamışıq. Gedib onun DNT-sini yoxladaq, görək mənim anamdır, atamdır. Yəni bu hisslərlə yaşamışıq. Allah yəni bizim özümüzdə din anlayışı ilə bağlı belə bir hissləri yaradıb. Biz nəyəsə inanırıq, inanmaq məcburiyyətində özümüzü hiss edirik və bu inanc bizə huzur verməlidir, təskinlik yaratmalıdır və mənim həyatıma firavan bir həyata çevirməlidir. O huzuru yaşadığım zaman o din mənim üçün artıq gözəllik olacaq. Amma yox, o din mənə bədbinlik gətirirsə, gedib kiminsə qəsd eləməyi nəzərdə tutursa, bu Allahın dini ola bilməz. Ona görə də mən fikirləşirəm ki, dinsiz toplum deyil, tam əksinə doğru dini bir cəmiyyətin olması daha gözəldir, nəinki fərqli bir şəkildə bunu təqdim eləmək. Çox sağ olun, çox təşəkkür edirəm. Gəldiyiniz üçün, zaman ayırdığınız üçün çox-çox minnətdarım. Əziz tamaşaçılar, bununla da bugünkü verilişimizin sonuna gəldik. Bir daha xatırladıram ki, qonağımız dinşünas ilahiyyatçı Elşad bəydir, bizim sevimli dinşünasımız. Ümid edirəm ki, hamınıza xoş oldu bugünkü söhbətlərimiz. Sağ olun, gələn görüşlərə qədər. Sağ olun.